Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda isə Yaxın Avrasiya Afrika Qulaq Burun Boğaz Cəmiyyətinin 1-ci Beynəlxalq Konqresi keçirilir. Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov Yaxın Avrasiya Afrika Burun Qulaq Boğaz Cəmiyyətinin ilk beynəlxalq tədbirinin Bakıda keçirilməsinin təsadüfi olmadığını bildirdi. Qeyd etdi ki, Azərbaycan son illərdə bütün istiqamətlərdə, eləcə də elm, təhsil və səhiyyə sahələrində sürətli inkişaf yolundadır. 2011-ci ildə məhz Azərbaycanlı mütəxəssislərin təklifi ilə mərkəzi Ankarada yerləşməklə belə bir ortaq qurum yaradıldı. Professor Nazim Qasımov yüksək səviyyəli bu elmi tədbirin Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda baş tutmasının da xüsusi məna kəsb etdiyini dedi. Belə elmi toplantılar həkimlərin təkmilləşməsi prosesinə yeni baxışdır və ali tibb kadrların bilik və bacarıqlarının artmasına fayda verir. Yaxın Avrasiya Afrika Qulaq Burun Boğaz Cəmiyyətinin həmsədri Metin Önərçi və Səhiyyə Nazirliyinin baş otorinolaringoloqu Nazim Hüseynov konqresin ölkəmizdə bu sahə üzrə çalışan həkimlərin, eləcə də gənc mütəxəssis və rezidentlərin öz elmi səviyyələrini və praktik vərdişlərini artırmağa kömək edəcəyinə ümid etdiklərini vurğuladılar. Sonra elmi məruzələr dinlənildi. Konqres öz işini sabahda davam etdirəcək. Tədbirdə Azərbaycan və Türkiyənin müxtəlif elm təhsil ocağı və klinikalarını təmsil edən 40-a yaxın alim məruzələrlə çıxış edəcək. İlham Zeynallı, Qurban Hüseynov, Ruslan Həsənov xəbərlər.